Salam Adalya Hub izləyiciləri. Yenidən xoş gördük sizi. Bugün verilişimizin, efirimizin çox gözəl, çox enerjili bir qonağı var. Gülçin Aslanlı. Aslanlı Museum-un qurucusu, rəssam, heykəltaraş və eyni zamanda sahibkar xanım. Xoş gördük sizi Gülçin xanım. Xoş gördük Dilşad xanım. Öncəliklə təşəkkürümü bildirirəm dəvətiniz üçün. Sizi yenidən görmək xoş oldu. Bizim çünki bir neçə il öncə də bir çəkilişimiz olmuşdu. Bəli. Və insanlar tərəfindən də çox bəyənilmişdi və mənim üçün də onun özəl bir yeri var. Və bugün istəyərdim ki, bizim söhbətimiz çox səmimi keçsin. Ona Çox görə gözəl. də biz onsuz da efirdən əlavə dostuq. Elə efirdə də səninlə danışaq. Olar. Siz necə istəyirsiniz, biz sizə elə müraciət eləyərik. Bəli, bizim illərə dayanan artıq dostluğumuz var. Buna dayanaraq mən sizə sən deyə müraciət eləyə bilirəm və elə də davam eləyək. Dilşadcan. Can. Biz həmişə birlikdə danışanda, söhbət eləyəndə ya da mən səni yığanda deyirəm Dilşadcan, deyirsən ay can. Çox xoşuma gəlir və davam eləyək. Edək. Gülçin Aslanlı, mən səni təqdim elədim rəssam kimi, heykəltaraş kimi, sahibkar xanım kimi. Ümumiyyətlə sənə görə Gülçin Aslanlı kimdir? Mənə görə Gülçin Aslanlı incəsənət insanıdır. İncəsənət ruhlu insandır. Sadəcə bu? Məncə bu qədər kifayətdir. Çox gözəl. Sən elə belə tanısalar daha gözəldir. Gülçin, sənət səni seçdi, yoxsa sən özünü bu sənətdə tapdın? Ümumiyyətlə biz doğulanda düşünürəm ki, bizim təbii ki, alın yazımız olur. Allahın bizə seçdiyi bir yol olur təbii ki. Ancaq Allah bizə seçimlər verir və bizə hər birimizə bacaracağı, belə deyim, bacarıqları verir. Ancaq onları inkişaf elətdirmək, o yolu seçmək bizim özümüzdən asılıdır. Təbii ki, mən də özümdə bu bacarığı hiss elədim. Və bu mənim üçün həm iş oldu, həm də belə deyim, o duyğusal tərəfimi tətmin eləyən bir sənət oldu. Mən bilirəm ki, sənin təhsilin tamam fərqli istiqamətdədir. Amma mən turizm bitirmişəm. Sənin təhsilin tamam fərqli istiqamətdədir. Sadəcə sən özünü bu sənətdə və incəsənətdə tapmısan. Sənət adamları ümumiyyətlə duyğularla işləyən insanlar olur. Və ən çox da deyərdim ki, emosional insanlar bu sənət adamları olur, yaradıcı insanlar olur. Fərqi yoxdur hansı sahədə yaradıcıdırlar. Şairlər də ola bilər, yazarlar da ola bilər, rəssamlar da, heykəltaraşlar da. Fərqi yoxdur. Yəni bu incəsənət yaradıcılıqla məşğul olan insanlar hisslərini əsərlərinə tökürlər. Bəs yaratdığın bu əsərlər ki var, bunlar sənin boşluqları doldururmu? Dilşadcan, yenə elə məqamlara toxunursan ki, belə deyim, artıq 11-ci ilə keçir ki, bu sənətdəyəm və bu 11 il ərzində təbii ki, belə deyim, 22 yaşımdan başlamışam. Təbii ki, o 22, 23, 25-dəki Gülçin eyni deyil. Hər il zaman keçdikcə Gülçin yenilənir və Gülçinin yeni versiyası yaranır. Və bu illər ərzində keçirdiyim bütün ağrılar, acılar, xoşbəxtliklər, bunların hər biri təbii ki, sənətimdə öz əksini tapır və hiss edə bilən insanlar artıq mənim sənətimə, yəni yaratdığım əsərimə baxaraq mənim içimdəki o duyğuları görə bilirlər. Görə bilirlər deməkdir. İnsanlar səni anlayır, yoxsa sadəcə görürlər? Elə insanlar var ki, anlayırlar. Nə gözəl. Amma elə insanlar var, sadəcə baxırlar. Baxmaq başqadır, görmək başqadır. Təbii ki. Anlaşılmaq ümumiyyətlə çox gözəl bir hissdir. Birinə özünü anlatmadan anlaşılmaq bu daha gözəl bir hissdir. O çox çətin əldə olunan bir şeydir. Elədir. Həm qadın olaraq da çox gözəl qadınsan. Yəni bu dostluğumuzu kənara qoyuram, hər bir şeyi kənara qoyuram. Sadəcə bir kənardan baxan insan kimi deyirəm ki, çox gözəl bir qadınsan. Bir xanımlığın da öz yerində, həm də çox incə qalmısan, incə ruhlu qalmısan. Yəni incə dediyim fiziki olaraq deyil, qəlbən olaraq demək istəyirəm ki, çox incə qalmısan. Amma eyni zamanda da güclü qalmasan. Güclü olmusan daha doğrusu. Bunların ikisini bir arada yaşamaq nə dərəcədə çətindir, asandır? Ümumiyyətlə yaşaya bilirsənmi? Əslində mənə çox insan deyir ki, sən güclü qadınsan və ümumiyyətlə cəmiyyətdə istərsə deyək ki, sosial mediada olsun, insanlara ümumiyyətlə cəmiyyətə aşılanan bir şey var
ki, bu feminizm altında güclü qadın. Mən bir o qədər onu sevmirəm. Mən gücü qadına yox, kişiyə yaraşdırıram. Kişi güclü olmalıdır və qadının arxasında durmalıdır. Qadın isə zərif olmalıdır. Qadın xaraktercə güclü ola bilər. Qadın bir qadın kimi əyilməməlidir. Daima belə deyim, öz o qırmızı çizgi ki deyirik, o qırmızı çizgilər mütləq bir xanım üçün olmalıdır. Təbii ki, hər kəsin qırmızı çizgisi fərqli olur. Bəli, amma onlar olmadıqca qadın artıq elə də yaxşı bir həyat yaşamır deyərdim ki. Gülçin Aslanın o qırmızı çizgisi nədir? Qırmızı çizgilərim çoxdur. Mən ümumiyyətlə elə bir ailədə böyümüşəm ki, ümumiyyətlə ziyalı ailəsində böyümüşəm, valideynlərim müəllim olublar. Ancaq məni bir o qədər deyərdim ki, sıxmayıblar. Düzdür, mamam daha çox, belə deyim, mama deyirəm biraz səmimiyyətlə. Anam daha çox qorumacı olub, ancaq atam daha biraz sərbəst buraxıb və inanıb mənə, daima mənə güvənib. Ancaq ona baxmayaraq mən hər zaman özümdə o qırmızı çizgilərimi yaratmışam. Çünki mən düşünürəm ki, ümumiyyətlə bir insan, əsasən də qadın, nə valideyninə görə, nə deyək ki, həyat yoldaşına görə özünü qorumalı deyil, özünü belə deyim, çərçivəyə salmalı deyil. Onu öz üçün eləməlidir. Çünki bir gün vaxt gəlir, valideynlər həyatda olmur və ya sənin yoldaşın olmaya bilər, deyək ki, sən tək ola bilərsən və sən o cəmiyyətdə möhkəm durmalısan. Çünki cəmiyyətdə ümumiyyətlə cəmiyyət istər kişi üçün, istər qadın üçün təbii ki, çətin tərəfləri var, amma xanımlar üçün bu daha çətindir. Ona görə də bir xanım özü üçün öz sərhədlərini belirləməlidir. Mənim də təbii ki, özümün o qırmızı cizgilərim var və o nə olur olsun, heç zaman onu keçmirəm. Onu keçsəydim bəlkə də bugün özümün daha yaxşı versiyası ola bilərdim, amma o versiyanı mən bəyənməzdim. Bəs yaxşı, bugünkü Gülçin eləyən nədir və yaxud da ki, kimdir? Xarakter və yaşadıqlarım. Ümumiyyətlə insanı daha çox ağrıları, acıları böyüdür. Təbii ki, mənim də ağrılarım, acılarım olub. Xəyanətlər görmüşəm və bunların heç birinə görə, yaşadıqlarıma görə ümumiyyətlə peşman deyiləm. Həyatda nə yaşayırsa yaşayaq, o şey əsasən də ağrılar bizi gücləndirir. Və mən 22 yaşımda anamı itirdikdə, Allah rəhmət eləsin. Allah ölənlərinə rəhmət eləsin, sanki uşaqlığımdan çıxdım. 22 yaşıma qədər belə deyim, o şıltaq qız, tələbəlik illəri falan heç zaman işləməmişəm və 22 yaşımda ana itkisindən sonra böyüdüyümü hiss elədim. Və ondan sonra artıq mənim belə deyim iş həyatım başlayıb, sənətə gəlməyim başladı. Bütün belə deyim bu dönəmlərdə mənim o ağrı acılarım ana itkisi ilə yavaş-yavaş başqa belə deyim ağrılara, başqa həyatın o çətin tərəflərini görməyə başladım. İlk amma bununla başladı. Və bu yaşadığım hər şey məni böyütdü. Və mən hər itki yaşadıqca həyatımda, bu istər maddi olsun, istər mənəvi olsun, istər deyək ki, o arxadan vurulan zərbələr ki olur. Bugünkü gün belə deyim, o məcazi mənada kürəyimə baxsam, o qədər yaralarım var ki. Amma o yaralara görə, o yaraları vuranlara belə təşəkkürümü bildirirəm. Bugün o yaraların sayəsində mən indiki versiyamdayam. Heç arzulamazdım sənə elə arxadan zərbə almağı, amma bəzən özündə dediyin kimi o ağrılar, acılar da ki, insanları böyüdür, gücləndirir. Güclü olmaq istəməsək də, amma o güclü xarakteri onlar bizə verir. Bəzən boş verməyi öyrənirik, bəzən insanlara, amma bəzən də insanlara qarşı olan sevgimiz azalır və yaxud da ki, güvənimiz azalır. Sevgimiz deməyim də, güvənimiz azalır. Bunlar dəyişdi səndə? İnsanlara olan sevgin yox, güvənin. Belə deyim, təbii ki,
10 il qabaqki ya da 5 il qabaqki Gülçin deyiləm. Artıq daha biraz həyata başqa tərəfdən baxıram. Amma hər zaman, hər çətinliyə düşəndə özümdə çalışmışam ki, o içimdəki məsum qızı öldürməyim, qoruyub saxlayasan. müəyyən qədər saxlayam. Çünki belə deyim, bir insan sənə xəyanət edirsə, fərqi yoxdur, qadındır, kişidir, bu şəxsi münasibətdir və ya ümumiyyətlə dostdur. Bu o demək deyil ki, bütün insanlar belədir. Bəli. Razıyam. Cəmiyyət o deyil. Çətinliklər çoxdur. Amma hər bir çətinliyin içərisində o lotus çiçəyi var, necə ki, elə bir yerdə, bataqlıqda açır. Yəni mən inanıram ki, o lotus çiçəkləri həyatda, o cəmiyyətdə də var. Biz sadəcə düşünürəm ki, əgər içimizdə o uşaq varsa, biz elə həmin o çiçəkləri də tapacağıq. Sən o çiçəklə insanı incidən insanlar olub. Mən belə gördüyüm qədərilə dediyin kimi arxadan zərbələr də almısan, xəyanətlər də almısan və bu sənin güvən hissini azaltmasa da, amma istər-istəməz içində bir qırıqlıqlar yaradıb. Sən o həmin insanlara öz yaratdığın əsərlərdən hədiyyə versəydin, onların hədiyyəsi nə olardı və yaxud da ki, üzərinə hansı əsəri çəkərdin, verərdin? Elə həmin o lotus çiçəyini. Mən ümumiyyətlə dediyim kimi kin saxlamağı sevmirəm. Çünki kin insanın içərisini kirlədir. Və heç bir insan mənim içimi kirlətməyə dəyməz o insana görə. Heç bir insana görə kirlənmərəm. Ona görə də mənə bu günə qədər kimlərin pisliyi dəyibsə, onlara haqqımı halal eləyirəm. Və hədiyyə versəydim, lotus çiçəyi hədiyyə eləyərdim. O qədər xoşbəxt olsunlar ki, daima öz həyatlarına başları qarışsın və ətrafındakı insanlara yalnız yaxşılıq arzulasınlar. Sənin üçün uğur nədir? Tanınmaq, iz buraxmaq və yaxud da ki, yaratdığın əsərləri daha çox satmaq? Düzdür, maddiyyat həyatda önəmlidir. Mən deyə bilmərəm ki, maddiyyatı düşünmürəm. Yox. Maddiyyat olmasa, bizim ən azından belə deyim, gündəlik həyatımızda çox çətinliklər olar və insanın o komfort, belə deyim də, o rahatlıq bir komfort zonası ki var. O zona olmadıqda istər-istəməz problemlər artır. Və sən hər şeyi daha böyük problemlərlə görməyə başlayırsan. O maddiyyat o baxımdan çox önəmlidir. Amma maddiyyat hər şeyi həll eləmir həyatda. Çünki belə deyim, biraz öncə də dediyim kimi müəllim ailəsinə doğulmuşam. Çox böyük bir imkanlar olmayıb, amma çox bir çətinlik də görməmişəm. Amma həyatımın müəyyən hissələrində çətin dönəmlərim də olub maddiyyat baxımından. Mənim üçün çox yaxşı bir dönəmlər də olub. Amma bugünkü gün dönüb keçmişə baxsaq, səmimiyyətlə deyirəm ki, elə dövrlərim olub ki, imkan cəhətdən zəif olsam da özümü xoşbəxt, daha huzurlu hiss eləmişəm. Ancaq daha yaxşı bir, belə deyim, o dönəmimdə o huzuru yaşamamışam. Ona görə bunu yaşayan insan olaraq deyirəm ki, maddiyyat həyatda hər şeyi həll eləmir. Əsas insanın iç rahatlığıdır. Və beynin düşüncəsidir. Düşüncəsidir təbii ki. Yəni mən o qədər inanıram ki, insanlar düşüncəsi ilə, sözləri ilə, sözlər çox böyük enerjidir. Düşüncələr çox böyük enerjidir və sən bir sözlə, düşüncə ilə bütün həyatını dəyişə bilərsən. Şükür etmək. Bəli. Həyatda nə yaşayıramsa yaşayıram, şükür eləyirəm. Çox şükür. Bir neçə ay bundan öncə idi, dekabr ayındaydım. Dekabr ayında çox ağır bir qəza keçirmişdim, maşın qəzası. Maşını 2 dəfə aşırtmışdım. Özüm belə deyim, idarə eləyirdim. Və mən oradan çıxanda bütün təsəvvür eləyin şüşələr qırılıb və mən pəncərədən çıxdım. Sadəcə bir dəfə çöndüm, belə maşına baxdım və istər-istəməz indi qorxu keçirmişəm də 2 dəfə aşıb, əlim ayağım əsir. Amma ilk ağzıma gələn, belə deyim, daha doğrusu ilk dilimə gələn
cümlə bu oldu ki, yəni şükür eləyirəm ki, bundan keçdi. Çünki nə maşın, nə ev, həyatdakı heç bir şey bizim sağlamlığımızdan dəyərli ola bilməz. Canımızdan dəyərli deyil, bəli. Canım ki, oradan sağlam mən çıxmışam. Düşünün ki, yəni gələm orada polislər falan suallar vermişdilər və verdikləri sual oldu ki, necə oldu sağ qaldın? Yəni elə bir qəza idi. Və mən yenə şükür elədim. Və o gün də belə deyim, həyatımda bir çox şey dəyişdi ki, həyatda əsas olan can sağlığıdır. Hər Sanki şey yenidən gəlib dünyaya keçici bu. doğru. Hər şey bu həyatda gəlib keçicidir. Allah istəsə bir gündə bizi qaldırar, bir gündə də endirər. Ona görə daima şükür içərisindəyəm. Həyatda başıma gələn, itirdiklərim, qazandıqlarım, hər şeyə görə şükür eləyirəm. Bugünkü gün mənim istədiyimi Allah mənə vermirsə, demək ki, bir bildiyi var. Bəli, Allahın Demək planı. ki, mən ona hələ ki hazır deyiləm. Bəli. İnşirah surəsində var da, səhv eləmirəmsə belə bir cümlə ki, deyir, yəni sizin şər bildiyinizdə xeyir, xeyir bildiyinizdə şər var. Mən buna çox inanıram. Allaha təslimiyyət deyə bir şey var və o Allaha təslim olandan sonra insan çox rahatlayır. O demək deyil ki, çox rahat olursan, hər şeyi boş verirsən, yox. Sadəcə düşünürsən ki, sən çabalayırsan, bu işin həll olması üçün çabalayırsan. Amma bu həll olmursa, demək ki, Allahın bir bildiyi var. Eynən. Demək ki, Allah bunun olmasını istəmir. Bəli, çox doğru dedin. Allaha təslim edəndən sonra ki, bu iş olmasın və yaxud da ki, necəsə də, yəni bu iş həllin yolunu tapsın. O qədər gözəl həll olur ki. Və zamanı gəlir, insan olmayan bir şey üçün şükür eləyir. Şükür eləyir, bəli. Mən bəzən olur, ümumiyyətlə yuxu problemi olan insanam. Çox gec yatıram. Elə olur bir gündən bir yatıram hətta. Bəzən olur səhər vaxtları azan vaxtı şükür namazı qılıram. İçmə gələndə sadəcə. Və Allaha dua eləyirəm. İndi təbii ki, hər birimizin həyatda arzuları var, istəkləri var. İstəyir şəxsi həyat baxımından olsun, istər iş baxımından olsun. Təbii ki. Hər zaman Allahdan dua eləyəndə mən bu formada dua eləyirəm ki, Allahım, sən məni bilirsən. Mən bunları istəyirəm. Amma əgər bunlar xeyirlidirsə mənə ver. Bugün eybi yox, mən bu şeyin olmadığına görə pis ola bilərəm, ağlaya bilərəm. Hər birimiz insanıq, hər bir duyğuları keçirdirik. Deyə bilmərəm ki, mən yox, heç vaxt ağlamıram, heç vaxt da pis olmuram. Yox, mən də insanım. Amma mən bilim ki, həqiqətən bu şey mənə xeyir gətirəcək. Gətirməyəcəksə onu mənə vermə. Sən bilirsən də, qadının gözündən gələn hər bir yaş üçün, əgər kim ağladıbsa onu, Allah Taala özü onun cəzasını verir. Verir, amma inanırsan ki, artıq o qədər içimi, belə deyim, ümumiyyətlə bu məndə həmişə olub, bu xarakterimdir. İnsan deyir 7-sində nədirsə 70-də də odur deyə bir kəlam var. Mənə deyək ki, ağladan insan olsun, pislik eləyən insan olsun, çalışıram ki, heç vaxt ona pislik arzulamayım. Çünki karma sən arzulamırsan, təbii ki, sən arzulamırsan bunu. Allah onsuz da bəli, bunun cavabını yəni verir. Sən arzulamırsan onu. Əlbəttə, o elə bir şey deyil. Bu dönəmlərdə, yəni sənin ən çox məşğul olduğun sənət olub, yaradıcılıq olub, hər hansı bir əsəri yaratmaq olub. Bu əsərlər səni xilas elədi, yoxsa sadəcə səni bu ağrı acının içində tək qoymadı? Belə deyim, həm tək qoymadı, həm də mən özümü əsərlərimlə ifadə elədim. Çünki insan danışmalıdır. Mən isə öz əsərlərimlə danışıram. Yaratdığım əsərlərlə sözlərimi deyirəm və anlayanlar anlayır. Nə gözəl. Yəni sənin əsərlərinə baxanda insanlar hansı hissləri keçirdiyini görə bilirlər. Görə bilən insanlar, baxa bilənlər. Görə bilən insanlar. Bəs yaxşı, sənin öz həyatın bir sənət əsəri olsaydı, sən onu hansı sənət əsəri kimi yaradardın? Yenə biraz öncə dediyim kimi lotos çiçəyi. O da lotos çiçəyi olardı. Bilirsən nəyə görə Dilşad? Çünki mən özümü demək olar ki, sıfırdan yaradan insanam. Tam olaraq deməyim də bataqlıq olub. Allah məni şükürlər olsun ki, gözəl bir ailədə böyüməyimə, belə deyim,
şərait yaradıb. Yəni Allah bunu təbii ki, bizim hər birimizin, biz valideynlərimizi seçə bilmərik. Allah bunu bizim üçün, Bəli. o alın yazımız ki var, onu bizim üçün yazır. Bugünkü gün mən elə bir ailədə doğulduğum üçün, elə bir ailəmin olduğu üçün, belə deyim, anamı, atamı, hər ikisini də valideynlərimi itirmişəm. Allah Bugünkü gün rəhmət eləsin. Allah ölənlərinə rəhmət eləsin. Hər birinə görə şükür eləyirəm. Çox təbii ki, şükürlər eləyirəm ki, belə bir ailədə, belə bir ziyalı ailədə dünyaya gəlmişəm. Ancaq mən heç zaman olduğum yerlə razılaşan bir insan olmamışam. Hər zaman daha yaxşısı ola bilər deyə düşünmüşəm. Və buna görə də özümü sıfırdan inşa eləmişəm deyə bilərəm. Və elə həmin o, deyək ki, o necə ki bataqlıqda çiçəyi açır, o çətinliklərə rəğmən. Mən özümlə çətinliklərə rəğmən çiçək açmışam və hər il özümün yeni versiyasını yaratmışam. Əslində sənin elə hər il yeni versiyanın yaranma səbəbi sən olduğunla barışmadığın üçündür. İnsan olduğu ilə barışanda hər zaman yerində sayır. Amma əgər olduğunla barışmırsansa, bu naşükürlük deyil. Təbii Şükür ki. eləyən insana. Amma olduğunla barışmırsansa və daha yaxşısını arzulayırsansa, daha yaxşısı üçün çaba sərf edirsənsə, Allah da sənə ona uyğun bir həyat qismət edir. Bu şəxsi inkişaf deməkdir. Yəni insan özü zaman dəyişir, həyat dəyişir. 10 il əvvəlki zamanla indiki zaman bir deyil. Yəni bizim dövrdəki uşaqlığımızla indiki uşaqların uşaqlığı bir deyil, onların yaşadıkları bir deyil. Onların həyata baxış tərzləri eyni deyil. Biz bu zamana uyğunlaşmalıyıq. Yəni bəzən deyirlər ki, indiki uşaqlar, mən çox bəyənirəm indiki uşaqları. İndiki gəncləri, indiki yeniyetmələri, onların fikirlərini, onların öz haqlarını necə tələb eləmələrini, öz haqlarını bilmələrini, danışıq qabiliyyətlərini, davranışlarını mən şəxsən çox bəyənirəm. Hər şeydən məlumatlıdırlar, hər bir şeyi bilirlər və bizim zamanımızda, təbii ki, bizim zamanımızda yox idi. Bizim zamanımızda olsaydı, bəlkə biz də elə olardıq. Biz necə deyim, indiki uşaqlara disket desəm bilməyəcəklər ki, disket ümumiyyətlə nə deməkdir. Amma biz o zamanlar disket, indi sonra oldu o disk, ondan sonra artıq indi flash kart, indi heç onlardan da istifadə edən yoxdur. Əslində biz çox maraqlı vaxtda dünyaya gəlmişik. Biz hər bir şeyi görmüşük. Biz ona görə daha biz hər bir şeyi görmüşük. Biz daha təbii bir şeyləri görmüşük. İndiki uşaqlar belə deyim, daha çox o kompüter, telefon və insanlarla o qədər ünsiyyətdə olmurlar. Uşaqlar əvvəlki kimi o məhəllədə oynasınlar falan. Amma biz o səmimiyyəti görmüşük. Biz səmimiyyəti görmüşük. Mən dediyim kimi, bax, hər dəfə elə bir şeylərdə mübahisəli bir çıxışlar yaranır. Deyirlər ki, indiki uşaqlar belə eləmirlər. Var, yenə də var. Var. Yəni o uşaqlar yenə də hər hansı bir sadəcə təkamül gedib, inkişaf eləyib. Təkamül fərqli formada inkişaf eləyib. Bizim o zamanlar öz əllərimizlə yaratdığımız oyunları indi oyun formasında satışda var. Belə deyim, biraz təkamül olsa da artıq təkamül müəyyən qədər duyğunu azaldıb. Bizim dövrümüzdə duyğu daha çox idi. Amma sən onu uşaqlardan soruş, onlar bizə necə baxırlar? Ay mama, o sizin dövrünüzdə idi. İndi elə şey yoxdur. Yəni mən elə deyirəm. Məsələn, mənim oğlum elə deyir. Ay mama, sən Sovet dövründən danışırsan. Yəni halbuki mən Sovet dövrünü görməmişəm. Yəni mən anadan olanda, ya da ki məktəbə gedəndə artıq Sovet dövrü devrilib. Görməmişəm. Heç mən bilmirəm ki, Sovet dövründə. Amma uşağın ağlında elə qalır ki, mən Sovet dövründən, yəni o qədər keçmişdən gəlmişəm ki, mən valideynlər Sovet dövrünün insanları olub və biz də istər-istəməz onların tərbiyəsini aldığımız üçün mən bəzi şeylərdə bizim valideynlərin bizə verdikləri ilə razılaşmıram. Öz övladımıza amma tamam fərqlisini verirəm. Çünki o zaman kəsiyi ki var. O zaman kəsiyində hər şey dəyişir. Valideynlərimin mənə verdiyi tərbiyə ilə mən öz övladımı heç cür yetişdirə bilmərəm. Mümkün deyil. Mümkün deyil. Çünki zaman dəyişir. Zaman dəyişir. O vaxtki fikirlər tamam fərqli idi. Hər bir şey həm zamanın tələbi idi, həm insanların fikirləri fərqli idi. O zamanlar məsələn bizim ailə, nəsil belə deyim, o qədər belə mühafizəkar bir nəsil idi ki, oxumağa, lisedə oxumağa belə pis baxırdılar. Yəni bir qız uşağı sən gedəcəksən, lisedə oxuyacaqsan, universitet oxuyacaqsan. Yəni çox qəbahət bir şey görünürdü. Amma indi universitet oxumayana pis baxırlar. Halbuki həmin nəsildən yetişmişik, gəlmişik. Ona görə də zaman keçdikcə insanların xasiyyəti də dəyişir. Zaman keçdikcə insanların hissləri də dəyişir.
Bəzən olur ki, bir insanı həddindən artıq çox sevirsən və müəyyən müddətdən sonra o insan sənin üçün yad qalır. Yəni sanki heç o insanı sevməmisən kimi. Bu demək deyil ki, sən xəyanət elədin. Yox, hisslər dəyişə bilər. İnsan da dəyişə bilər. Hisslər də dəyişə bilər. Bir tərəfli dəyişmir. Onu qarşı tərəfdən də təbii ki alırsan o belə deyim, qarşılığını. Hər şey ümumiyyətlə həyatda qarşılıqlıdır. Təbii ki, qarşılıqlıdır. Yəni qarşılığı o enerji olmadan mümkün deyil. Onu almalısan ki, geri verməlisən. Əgər ala bilmirsənsə, geri verə bilmirsən. Və sən özün necə sevməyə inanırsan, ümumiyyətlə sevə bilərsən. Mən sevgi insanıyam. Hə. Amma belə bir şeyə də inanıram ki, sevgi hər kəsə verilməz. Sevgi ona layiq olan insana verilər. Həqiqətən əgər o insan məni sevirsə, mənim layiq olduğum dəyəri mənə verirsə, o insanı sevərəm. Yox, əgər görərəmsə ki, o insan buna layiq deyil, o sevgini içimdə bastıracaq qədər gücüm var. Və qarşımdakı insan mənim layiq olduğum dəyəri tamamilə verməlidir. O halda o insanı özünə kral kimi hiss elətdirərəm. Ay nə gözəl. Ümumiyyətlə dəyərli insan, mən həmişə zaman demişəm. Özü dəyərli olan insan qarşısındakı insanın dəyərini bilir. Özünün dəyəri yoxdursa, qarşısındakı insana da dəyər verə bilmir. Bir duyğunun əgər mənə faydası yoxdursa, onun mənim həyatımda yeri yoxdur. Hə, çox gözəl sözdür. Çox, yəni həqiqətən çox bəyəndim. Bir duyğunun sənə faydası yoxdursa, önəmi də yoxdur. Doğrudan da gözəldir və alqışlayıram bu sözə görə səni. Dedin ki, anan rəhmətə gedəndə sən böyüdün, qırıldın. Yenidən doğuldu o Gülçin. O Gülçin təkamül prosesi keçirdi. Doğuldu deməyim də artıq. Artıq o uşaqlığımdan çıxdım. Və özümün ən belə deyim, inkişafda olduğum dövrlər həmin o dövrlərə düşdü. Bu belə deyim, indiyə qədər ki 11 illik ki dövr var bu çalışdığım. Mən 11-lik dövrümdə həm iş həyatımda təkamüllər elədim, həm öz həyatımda. Və mənim həyatımda ən böyük döngü olan vaxt isə atamın itkisi oldu. Ümumiyyətlə qızlar bilirsən, belə. Təbii ki, valideyn bizə əzizdir hər ikisi, amma qızlar üçün ataları çox önəmlidir. Evet. Hələ də mənim atam yəni o insan haqqında sözlər kifayətsiz qalır. Bəli. Mən onun üçün 3 ildir artıq rəhmətə gedib, Allah lənə rəhmət eləsin. Onu itirəndə 30 yaşım var idi. Əslində yetərincə də yaşım var idi. Deyə bilmərəm ki, mən uşaq idim. Amma mən özümü həqiqətən atadan sonra o deyirləri yetim hiss eləmək, onu mən özümdə hiss elədim. Nə qədər güclü olursan ol, istəyir maddi, istər mənəvi, biraz öncə dediyim kimi duyğu ilə yaşayan insanam. Və bugün burada onu etiraf eləyim ki, artıq mənim 33 yaşım, yəni bu ay mənim 33 yaşım tamam oldu. Artıq 3 ildir atamı itirmişəm. Ancaq o gedəndə sanki mənim arxamdakı o güc getdi və mən nə eləsəm də əvvəlki Gülçin ola bilmirəm. O ağrını, acını atlata bilməmişəm bu 3 il ərzində. Hələ də bəzən elə anlar gəlir ki, sanki indi yaşamışam kimi duyğuya qapılıram. Bəzən elə olur ki, axşam vaxtı hətta olur. Saat 1-də görürsən 8 olur, 9 olur. Maşına otururam, birbaşa gedirəm atamın yanına. Qəbir üstünə ondan dərdləşməyə, ondan danışmağa. Çünki onun yoxluğu mənim həyatımda çox böyük bir iz buraxıb. Mən onun yoxluğunu çox hiss eləyirəm. Özünü tək hiss eləyirsən? Hə. Nə qədər belə deyim də, o yenə də deyəcəm eyni sözü, işdir, mənəndir, nə qədər güclü olsan da, nə etsən də ata bir başqadır. Təbii ki. Valideyn bir başqadır. Sən nə qədər güclənirsən, güclən, nə qədər həyatında gözəlliklər olur olsun, insan valideynin yoxluğunu hiss eləyir.
Bəs xoşbəxtsən? Ümumiyyətlə xoşbəxtlik haqqında mənim düşüncəm budur. Xoşbəxtlik deyilən bir şey yoxdur həyatda. Xoşbəxt anlar var. Bir nəfərə hətta bu sözü demişdim. Mənə dedi ki, heç bədbəxtlikdə yoxdur, bədbəxt anlar var. Bu çox gözəl sözdür məncə. Yəni insanlar ömrü boyu nə bədbəxt olmur, nə xoşbəxt olmur. Sadəcə anları yaşayır. Ağ-qara bir-birini əvəzləyir. Bədbəxtlik olmasa biz xoşbəxtliyin qədrini bilmərik. O qədər də bəlkə də onun dadını ala bilmərik. Düşün ki, bir yeməyi, ən çox sevdiyin yeməyi bu gün gətirirlər qarşına qoyurlar, yeyirsən və onu sabah eyni ləzzətlə yeyə bilməyəcəksən. Bəli. Arada bir dəyişiklik lazımdır. Həyat da belədir. Amma mən yenə də sənə xoşbəxt olmağı arzulayıram. Təşəkkür edirəm. Mən də səni arzulayıram. Yəni sən hər xoşbəxtliyə layiq bir qadınsan. Çox sağ ol. Heç zaman tək olma. Təklik Allaha məxsusdur. Təbii ki. Sən xoşbəxt ol. Qadın kimi də xoşbəxt ol, insan kimi də xoşbəxt ol. Ailə ümumiyyətlə insan üçün çox önəmlidir. Əsasən də qadın üçün çox önəmlidir. Şəxsən mən özüm üçün deyə bilərəm ki, ailə mənim üçün çox dəyərlidir. Və elə bu gün sizin efirdən də istifadə edib mən xanımlara bir belə deyim, bir mesaj göndərmək istəyirəm ki, baxın, mən artıq illərlə özüm çalışmışam, özüm zəhmət çəkmişəm, daima cəmiyyət arasında olmuşam. Əsasən də bunu evdar xanımlara demək istəyirəm ki, çünki sosial media üzərindən çox oynanılır. Feminizm qadını ancaq işdə belə deyim, o qablıqda görəndə deyirlər ki, güclü xanım. Yox, elə evdəki xanım da çox güclüdür. Evdəki xanım da çalışır. Onun da cəmiyyətə bir xeyri var. Çünki o övlad böyüdür. Bəli. Gələcəyə övlad böyüdür və onlar heç zaman özlərini çalışan xanımdan əskik bilməsinlər. Və deyərdim ki, bəlkə də ən doğru yerdədirlər. Ailənin içərisindədirlər. Ailə çox önəmlidir. Nə gözəl. Və heç bir işə ailənizi dəyişməyin. Birinci növbədə ailə. Bunu şəxsən işləyən, müəyyən qədər həyatda təcrübələr qazanan, müəyyən qədər həyatda pillələri qalxan bir xanım kimi deyirəm. Bəs Gülçin Aslanın ən böyük arzusu nədir? Deyim. De. Bugünə qədər belə deyim, ancaq işi düşünmüşəm, ancaq necə inkişaf etdirim özümü düşünmüşəm, ancaq bugünkü gün artıq bu il özümdə bir şey kəşf elədim və bu mənim üçün çox xoş oldu. Mən artıq bu il həqiqətən ailə və övlad. Ay nə gözəl. Bunu özümə arzulayıram. Gələn dəfə mən səni bu studiyada, bu efirdə ailəm və övladından gözləyirəm. Xeyirlisidirsə amma. Amin. Yenə də, Amin. bax, yenə də bunu özümə arzulayıram, amma əgər həqiqətən o ailə, o övlad mənə xeyirli olacaqsa, olsun. Olmayacaqsa, yenə də Allaha şükürlər olsun. Mən hər halımla şükür edirəm Allaha və hər halımla da özümü xoşbəxt bir insan sayıram. Çox gözəl. Çox təşəkkür edirəm Gülçin. Mən təşəkkür edirəm. Söhbətimiz o qədər səmimi oldu ki, mən düzünü desəm doymadım. Mən də doymadım. Əslində deyəcəyimiz, danışacağımız çox sözlər var. Biz verilişdən əvvəl də söhbət elədik. Biraz daha fərqli söhbətlər də elədik, amma bəzən olur ki, o vaxt məhdudiyyəti həm də izləyicilərimizi çox yormamaq üçün müəyyən bir hissə var ki, biz onlar üçün onu hazırlayırıq. Və həm də ki, burada bitirək ki, insanlar yenidən istəsinlər və yenidən sənin üçün başqa mövzularda, başqa bəlkə sənətini dəyişərsən, bəlkə insan onsuz elə bir şeydir ki, illər keçdikcə, hətta aylar, həftələr keçdikcə dəyişmək istəyir. Yeni arzusu yaranır. Bu demək deyil ki, sən hərdən xəyalsan. Yox, sadəcə insan inkişaf eləyir, dəyişir. Təbii ki. İnsan dəyişdikcə fikirləri də dəyişir. Fikirləri dəyişdikcə onun həyat tərzi də dəyişir, hər bir şey dəyişir. Və mən sənə bu həyatda bol-bol şans arzulayıram, bol-bol uğur arzulayıram, qadın xoşbəxtliyi arzulayıram və mən səni həmişə gözəl, təravətli, ürəyində nə arzular varsa onları həyata keçirməyi arzulayıram və mən əminəm ki, sən ürəyini nə qədər gözəl saxlasan, ürəyin nə qədər saf olsa, için nə qədər saf olsa,
Allah sənin niyyətlərini də həyata keçirəcək, yerinə yetirəcək və sən özünü bu həyatda tək hiss eləməyəcəksən. Mən tək deyiləm zaten. Nə gözəl. Mənim Allahım var. Çox gözəl. Təşəkkür edirəm Gülçin Mən sənə. təşəkkür edirəm Dilşadcan. Bir daha çox sağ ol ki, dəvət elədin. Çox sağ ol ki, bugünkü gün bu səmimi söhbətimiz oldu. Və mən də sənə həm qadın xoşbəxtliyi, Çox ən təşəkkür əsası edirəm. və işlərində də daima uğurlar, daima mən səni ucalarda görmək istəyirəm, layiq olduğun yerdə. Çox sağ ol əzizim. Öpürəm səni. Mən də səni. Əziz izləyicilər, bəli, bu gün bizim verilişimizin qonağı Gülçin Aslanlı idi. Gülçin Aslanlı çox incə, zərif xanımdır. Bəlkə də ola bilər ki, kameralarda biraz daha iri, amma siz onu kaş ki həyatda tanısanız. O qədər incə danışığı, özü, hərəkətləri çox incə bir xanımdır və həyatın hər zaman incə, zərif olmasını arzulayıram və hər zaman da belə güləsən. Yaxşı Gülçin. Hər zaman gül. Çox sağ olun əziz izləyicilər. Təşəkkür edirəm bizi izlədiyiniz üçün. Mənə və yaxud da ki Gülçinə ürək sözləriniz, gözəl sözləriniz və yaxud da ki rəyləriniz varsa yaza bilərsiniz. Eyni zamanda Gülçinin Aslanlı Museum səhifəsi, Instagram səhifəsində də qeyd eləyəcəyik. Siz onun sənət əsərləri ilə həmin səhifədən də əlaqə saxlayıb maraqlana bilərsiniz. Sağ olun, təşəkkür edirik sizə bizi izlədiyiniz üçün. Gələn görüşlərədək.